Növbə gəldi çatdı 16-cı sözə. Bu söz mənim favori sözlərimdən biridir. Və gördüyünüz kimi qarşımda 3 dənə bloknot var. Bu köhnə bloknotumdur. Bu yenidir. Bunu da işimə görə istifadə edirəm. Və bu sözün adını qeyd etmişəm. Alınacaq şeyləri qeyd et kimi. Və bura alınacaq şeylərlə yanaşı eyni zamanda olunması gereken şeylər də aiddir. Və bunun sizə nümunələrlə göstərəcəm. Yenə də hazırlıqsız videonu çəkirəm. Ola bilsin cümlə qurmasında çətinlik çəkim. Bunu da əhəmiyyət verməyin. Əsas videonun məğzinə fokuslanın. Əsas ideyasına fokuslanın. Nə demək istədiyimi anlamağa çalışın. Biz bilirik ki, bizim daxilimizdə nəfs var və bizə yaxşı şeyləri etməyi qadağan edir, pis şeyləri əmr edir və bizim beynimizdə çoxlu fikirlər, ideyalar olur bəzən. Elə ideyalar ki, bizə çoxlu pul qazandıra bilər, ondan əlavə bizə savab qazandıra bilər. Bəzən bu planların çoxluğundan biz onları unuda bilirik. Onları unutmamaq üçünsə biz qeydlər aparmalıyıq. Başlanğıcda dediyim kimi, alınması gereken şeyləri qeyd etməliyik və olunması gereken şeyləri qeyd etməliyik. Və alınması gereken şeyləri qeyd etdikdən sonra həmin şeyləri almağa cəhd göstərməliyik, səy göstərməliyik. Məsəl üçün, bloknotun bir hissəsində, bir boş hissəsində bu hissədən yazırıq. Alınmalı şeylər. Yəni bizə lazım olan şeylər, vasitələr. Yazırıq buradan ard-arda və hər dəfə bloknotu açanda biz görürük və xatırlayırıq ki, biz bunu almalıyıq. Bu bizim pulumuzun israf olmamasının qarşısını alır. Və həmin şeyləri aldıqdan sonra onların qarşısına üstəgəl işarəsi qoyuruq. Bu belə. Edilməsi, olunması gereken şeylər isə bu hissədə yazırıq və bu edilməsi gereken şeylər günlük ola bilər, həftəlik ola bilər və aylıq ola bilər. Günlüksə biz onları hər gün yazırıq və tutalım ki, sabah ayın 11-idir, biz nə etməliyik? Məsəl üçün deyək ki, biraz ingilis dili oxumalıyıq. Yazırıq bura ingilis dili. Biraz dərs hazırlamalıyıq. Dərs yazırıq. Qısa şəkildə özümüzün başa düşə biləcəyi bir şəkildə yazırıq. Məsəl üçün 2 söz yazdıq. Biz yazmamışdan qabaq günümüzü qabaqcadan planlaşdırmalıyıq ki, bizim bunlardan əlavə nə işimiz çıxa bilər? Ehtimalları nəzərə almalıyıq. Və yazdığımız şeyləri, olunması gereken şeyləri yerinə yetirməyə cəhd göstərməliyik, səy göstərməliyik. Və tutalım ki, bunların ikisini yazdıq məsəl üçün. Bunları yazdıqdan sonra ilk öncə bu işləri bitirməliyik. Yəni, bir də görün, əlavə bir iş çıxdı. Məsəl üçün, neysə düzəltmək. O neysə düzəltməyi qoyuruq ikinci plana. Çünki bizim əsas etməli olduğumuz işlər bloknotda yazdığımız işlər olmalıdır. Ki, günün sonunda bunların qarşısına üstəgəl işarəsini qoyub rahat yataq. İş gəldi ki, o yerə bu işləri yerinə yetirə bilmədik. Birincisi yerinə yetirməyə cəhd göstərəcəyik. İkincisi yerinə yetirə bilmədiksə müəyyən vaxta kimi, məsəl üçün gec də yatmaq olmaz, 11-in yarısına kimi ən azı yatmaq lazımdır ki, vaxtında oyanmaq üçün. Əgər bitirə bilmədik, mənfi olaraq qaldı, nə edirik və hər yerinə yetirə bilmədiyimiz söz üçün 1 manat və yaxud 2 manat civarında sədəqə verə bilərik. Bu belə. Daha sonra gördüyünüz kimi bloknotların həcmi, ölçüsü cibə yerləşən qədərdir. Və bu nəyə görədir? Bloknotları rahat şəkildə özümüzlə daşıya bilməyimiz üçündür. Biz yol yeriyərkən ağlımıza müəyyən fikirlər gələ bilər və onları günlük qeydlər olan hissəyə yox, digər əlavə bir bölmə aça bilərik həmin hissə üçün, yaxud bura bir başlıq adı yaza bilərik və həmin şeyləri ora qeyd edə bilərik. Ona görə də bloknotları seçərkən cibimizə yerləşəcək ölçüdə
olan bloknotları seçmək lazımdır. Əgər üzərimizdə bloknotu götürməyi unutmuşuqsa, biz eyni zamanda telefon qeydlərindən də istifadə edə bilərik. Baxın, burada məsəl üçün bura nəsə yaza bilərik. Görülməli olan işlər. Məsəl üçün görülməli işlər yazırıq. Qalır burada. Görülməli işlər yazılıb qaldı burada. Aydındır. Telefondan da istifadə edə bilərik. Eyni zamanda telefonda not hissəsindən əlavə WhatsApp-da draft deyilən bir xüsusiyyət var. Mesajı yazırsınız. Özünüzə də mesaj yaza bilirsiniz. WhatsApp-da yəqin ki bilirsiniz. Və onu qaralama şəklində də qoya bilərsiniz və yaxud özünüzə mesaj yazaraq da müəyyən qeydlərinizi WhatsApp-da da saxlaya bilərsiniz. Və çalışmaq lazımdır ki, bu bloknotların haqqını verək və bu bloknotları çox gözəl fikirlər və ideyalarla dolduraq və heç bir fikri küçümsəməyək, kiçik görməyək və çalışaq ki, məsəl üçün yatana yaxın məsəl ağlımıza bir fikir gəlib, artıq yerimizə daxil olmuşuq və bloknot da bizdən çox uzaqdadır. Deyək ki, hardasa 3 metr uzaqlıqdadır. Ağlımıza fikir gəlib. Biz o fikri qeyd etməyə ərinirik, yazmırıq. Amma sabahsı gün həmin fikri axtarırıq ki, görəsən o nə fikir idi, mənim ağlıma gəlmişdi. Halbuki biz onu vaxtında qeyd etməliydik bloknota. Bir də çalışmalıyıq ki, günlük yazdığımız şeyləri etməyə çalışaq və eləyə bilməyəcəyimiz şeyləri yazmayaq. Eyni zamanda telefon qeydlərini misal çəkmişkən, biz həmçinin şəkillərlə də qeyd götürə bilərik və yaxud yazı kimi yox, məsəl üçün olunmalı işlərin şəkil ilə, məsəl üçün çəkdiyi bloknotu. Biz bilirik ki, deməli, ya bloknot almalıyıq və yaxud bloknota qeydlər aparmalıyıq. Hər hansı bir lazım olan bir şeyin şəklini çəkərək o tipdə qeydlər götürə bilərik. Yəni, bu qədər. Eyni zamanda həftəlik və yaxud günlük, eyni zamanda aylıq qeydləri apardıqdan sonra, gün bitdikdən sonra və həftə bitdikdən sonra dərhal özümüzə hesabat verməliyik. Məsəl üçün, bir həftə ərzində nə qədər dəqiqliklə dediyim şeyləri yerinə yetirdim, eləməli olduğum, almalı olduğum işləri yerinə yetirdim, nə dərəcədə işimdə dəqiq oldum, nə dərəcədə düzgün yetirdim kimi özümüzə hesabat verməliyik. Mən bunu daha çox həftəlik hesabatı cümə günlərinə salmışam. Çünki cümə günləri mənim üçün bir həftənin başlanğıcı və yaxud sonudur. Həftə mənim üçün elə bil ki, cümə günündən başlayır. Ona görə. Bu belə. Yəni, alınacaq şeyləri qeyd et sözünə bunlar daxildir və çalışmalıyıq ki, bu sözü də kiçimsəməyək. Çünki bu ən vacib məqamlardan biridir. Hətta birincisidir. Sağ olun, özünüzdən muayət olun.